Quran-ı Kərimdə Hucurat surəsində buyurur ki, İnnəməl mu'minunə ixvə. Allaha iman edənlər, inananlar qardaşdır. Fəəslihu beynə əxavaykum. Öz qardaşlarınız arasında sülh, əmniyyətlə yaşayın. Nifaq içərisində yaşamayın. Vattaqullaha leallekum turhamun. Allaha təqvala yaxınlaşın. Allah sizi bağışlayar. Bəlkə rəhm edilənlərdən olasınız. Digər ayət-i şərifədə Allah Teala buyurur ki, İnna xələqnakum min zəkərin və unsa. Biz sizi bir kişidən və bir qadından yaratdıq. Sümmə cəalnakum şuubən və qəbailə. Və sonra biz sizi xalqlara, millətlərə, tayfalara, yəni bu özü bir geniş bir mövzudur, bəhsdir ki, biz əgər Həzrəti Adəm və Həvva, Allahın salavat salamı olsun onlara, onlardan yaranmışıqsa, necə bu qara dərili, ağ dərili, dillərin fərqli olması, xalqların, millətlərin ayrı olması meydana gəldi? Aramızda əgər tarixçilər varsa və yaxud da tarix elmi ilə məşğul olub, təhqiqatçı, araşdırmacılar, bunun özünün Həzrəti Nuha və Nuhdan sonra Ham, Sam, Yafəs övladlarının o dünyanı su basma nəticəsində yaranması, bir tarixi bəhsi var, araşdırması var. Bir sözlə, Peyğəmbər Salavatullahın sünnəsinə baxmış olsaq, müsəlmanın bir bədən üzvü kimidir deyə bizə arada məzhəbçilik və təfriqə yaranmasın deyə bizi bir olmağa səsləyib.